Son vaxtlar bir şey diqqətimi çox çəkir. Bəlkə də sən də hiss etmisən. Kiməsə soruşanda ki, necəsən, cavab demək olar ki, həmişə eynidir. Yaxşıyam. Sanki hamı yaxşıyam deyir, amma heç kim yaxşı deyil. Heç kim tam ürəkdən sevinmir. Bu qaqaşdan başqa. Bu video şikayət üçün deyil, bu video kimisə günahlandırmaq üçün də deyil. Sadəcə bir sual var. Azərbaycanda insanlar niyə bu qədər yorğundur və niyə bu yorğunluq haqqında heç kim danışmır? Yorğunluq deyəndə mən fiziki yorğunluq demirəm. İşləyib yorulmaq normaldır. Hamı işləyir, mən də işləyirəm. Mən başqa yorğunluqdan danışıram. Elə bir yorğunluq ki, insan artıq nə istədiyini dəqiq bilmir. Sadəcə bilir ki, enerjisi yoxdur. Bu yorğunluq hardan gəlir, necə yaranır? Gəlin tələsmədən buna baxaq, həm də biraz söhbət edək. Çox adam deyir, iş çoxdur, ona görə yorğunam. Amma maraqlı bir şey var ki, eyni işi görən iki adamdan biri yorulur, biri yox. Deməli, problem təkcə işdə deyil. Problem odur ki, insan nə üçün işlədiyini bilmir. Sabahın bugündən fərqli olacağına inanmır. Zəhmətinin qarşılığını görmür. İnsan işləməkdən yorulmur. İnsan ümidini itirməkdən yorulur. Və bu yorğunluq danışılmır. Çünki bunu izah etmək çətindir. Pul yoxdur demək asandır. Vaxt yoxdur demək asandır. Amma daxilim boşdur demək həm çətindir, həm də biraz cəsarət istəyir. Azərbaycanda bir mədəniyyət var ki, buna çoxumuz fərqində olmadan öyrəşmişik. Döz, səbr et, şükür elə. Bu sözlər bəzən güc verir, bəzən isə insanı susturur. Uşaq vaxtı ağlayanda necə deyirdilər? Keçəcək. Böyüyəndə isə deyirlər ki, yaxşı olar. Yaxşı olar, başa düşdüm, amma o yaxşı olar nə vaxt olacaq? O yaxşı gün nə vaxt gələcək? Bunu heç kim dəqiq deyə bilmir. Bu sualı çox adam içində saxlayır. Çünki danışsa başa düşülməyəcəyini düşünür və zəif görünəcəyindən qorxur. Ətrafına bax, hamı əsəbidir, tez qıcıqlanır, səbirsizdir, amma soruşanda deyir hər şey normaldır. Bu normal deyil. Bu yığılan yorğunluğun əlamətidir. Çünki danışılmayan yorğunluq aqressiyaya çevrilir, laqeydliyə çevrilir. Danışılmayan yorğunluq boş şeylərə qaçmağa çevrilir. Biz çox vaxt yorğunluğumuzu qəbul etsək də səbəbini qəbul etmirik. Daha doğrusu səbəbin üzərinə getməyə cəsarətimiz çatmır. Çünki insan bir nöqtəyə qədər dözür. Birinci mərhələdə insan danışmaq istəyir. İkinci mərhələdə susur. Üçüncü mərhələdə isə artıq heç nə izah etmək istəmir. Və üçüncü mərhələ, bu mərhələ ən təhlükəlisidir. Çünki orada insanın içində bir fikir formalaşır. Məni onsuz da anlayan olmayacaq. Bu fikri daşıyan adam artıq nə mübahisə edir, nə müzakirə edir, nə də ki bir dəyişiklik axtarır. Sadəcə axında buraxır. Və biz çox vaxt bunu yetkinlik adlandırırıq, olğunluq adlandırırıq. Deyirik ki, böyüdü, sakitləşdi. Amma əslində çox adam sakitləşmir, sadəcə içində sönür. İndi biraz dərinə gedək. Azərbaycanda insanın yorğunluğunu artıran əsas şeylərdən biri də müqayisədir. Amma bu açıq-aşkar müqayisə deyil. Yəni heç kim durub demir ki, mən filan kəsdən pisəm və ya aşağıyam. Bunu başqa cür düşünək. Instagramı açırsan, birinin maşınını, birinin evini, birinin səyahətini və ya birinin uğur hekayəsini görürsən və öz-özünə sual verirsən. Mən niyə bu yerdəyəm? Al sənə günün depressiyası. Bu sualın cavabı çox vaxt gəlmir. Gəlməyində isə insan özünü günahlandırır. Deyir ki, deməli problem məndədir. Amma çox vaxt problem tək səndə, məndə olmur. Problem sistemdə, şəraitdə və imkanlarda olur. Amma bunları demək çətindir. Çünki bizə öyrədiblər ki, bəhanə gətirmə və insan susur. Amma içində ağır bir yük yığılır. Bir də var ailə mövzusu. Azərbaycanda ailə anlayışı həm gücdür, həm də bəzən təzyiq. İnsan ailəsini sevir, amma bəzən ailənin gözləntiləri altında əzilirsən. Ev al, ailə qur, pul qazan, insan içində biabır olma. Və bu insan içi anlayışı çox şeyi öldürür. Çünki insan öz həyatını yox, başqalarının həyatını düşünərək yaşayır. Bu əlbəttə ki, yorur. İnsan istəmədiyi işi görür, istəmədiyi mühitdə qalır, istəmədiyi rolu oynayır, istəmədiyi üzvlərlə bir yerdə olur və axşam evə gələndə deyir, bilmirəm niyə belə halsızam. Yox dostum, bilirsən niyə halsızsan. Çünki sən gün boyu özün olmamısan. Bu ən ağır yorğunluqdur. Bir də danışmamaq məsələsi var. Bizdə danışmaq çox vaxt səhv başa düşülür. Danışan adama problem yaradır, narazıdır, naşükürdür deyirlər. Sonra da öyrənirik ki, ən təhlükəsiz yol susmaqdır. Amma bu təhlükəsiz yol insanı içdən içə yeyir. Danışılmayan hiss bədəndə ağrıya çevrilir, yuxusuzluğa çevrilir, əsəbə, panikaya çevrilir. Sonra deyirik ki, hamı əsəbləşib. Hamı əsəbləşməyib. Hamı sadəcə boğaza yığılıb və insan öz içində mübarizə aparır. Hamının görmədiyi bir mübarizə. İç savaş deyək biz buna. İndi özünə sual ver. Neçə dəfə yaxşıyam deyib
amma yaxşı olmamısan. Neçə dəfə danışmaq istəyib, amma boş sifir demisən. Bu tək sənin başına gəlmir. Bu çox adamın başına gəlir. Sadəcə çox adam bunu dilə gətirmir. Ona görə də bizdə belə bir illüziya yaranır. Sanki hamı dözür. Amma dözmək həmişə güc deyil. Bəzən dözmək sadəcə çıxış yolu tapmamaqdır. Alternativlər fikirləşməməkdir. Mən bu videoda kiməsə yol göstərmirəm. Belə elə, belə ol, bunlardan keç demirəm. Sadəcə bir şey deyirəm. Danışmaq zəiflik deyil. Danışmaq insan qalmaqdır. Əgər bir gün cəmiyyət olaraq danışmağı öyrənsək, bəlkə də bu qədər yorulmarıq. Bəlkə də bir-birimizi daha az incidərik və daha yaxşı başa düşərik və ən əsası da daha az əsəbləşərik, daha çox anlayarıq. Və bəzən doğru sual yanlış cavabdan daha dəyərlidir. Bəlkə də bu gün özünü güclü hiss etmirsən. Bəlkə hər şey planlaşdırdığın kimi getmir. İnsan yalnız həqiqətən çalışanda yorulur. Yalnız önə gedəndə tükənir. Yalnız ümid edəndə ağırlaşır. Əgər bu gün biraz yavaşlamısansa, bu o demək deyil ki, geriyə gedirsən. Bəzən insan yolunu itirmir, sadəcə nəfəs alır. Səssiz qalmaq hər zaman qorxu deyil, bəzən də özünü toparlamaqdır. Əgər içində hələ də daha yaxşı ola bilər deyən balaca bir səs varsa, deməli hələ hər şey bitməyib. O səsi susturma. Çünki insanı ayaqda saxlayan böyük planlar deyil, bəzən çox kiçik ümidlərdir. Bu gün və ya sabah hər şey mükəmməl olmaya bilər. Bunu gözləmə. Unutma, həyat tələsənləri yox, dayanıb özünü anlayanları sevir. Sən hələ burdasansa, deməli yol hələ davam edir.